Əslində siz çox haqlısınız. Mən sizinlə razıyam. Bəzən elə günlər olur ki, özümdən bezirəm yəni. Yəni hətta kamera qarşısına çıxmaq istəmirəm yalanla gülməkdən. Yəni təəssüf ki, bu işin də bu xüsusiyyəti bu da gəlsən göz önündəsənsə, insanların qarşısındasınsa, sən mısmırıqlı sallayaraq, mənim problemim var, mənim belə problem var, mısmırıqlı sallayaraq cəmaatın üstünə belə nifrinini tökməməlisən də, yəni. Var da, yəni hamının problemi var. Çünki bura sosial şəbəkədir və hamı bura öz fikrini yayındırmaqdan ötürü girir. Real həyatdan biraz uzaqlaşmaqdan ötürü də, yəni. Sən də durub, da ki, mən izləyicilərimdir, öz həyatında kifayət qədər problemi var. Biraz da durub Aynur'un problemi də. Fikrini yaymaqdan sonra Aynur'a baxır. Aynur da burada şikayət edir, zırıldayır. Və yaxud da ağlayır, və yaxud da, nə bilim, öz problemlərindən danışır, belə filan. Olmur da, yəni bu. Yəni sizi bilmirəm, elə insanları izləmirəm. Mən negativ enerji oturan insanları izləmirəm. Amma qaldı ki, pult mənə. 5 dəqiqə gözlə. Olar. İnci sahibsizlərə baxır, orada o qız doğurur. Başqa nəsə deyəcəkdim sizə, unuttum, pişirməyin də. Günəşin işığında çəkirəm, gün də batdı. Bugün hava çox buludludur. İlahi, limon ürəyimi necə basır. Geçən gün çərşənbədə orada həyətdə, bacım gün həyətində soyuq olub bizə. İncinin də dənləri başda da ağrıyor, sizə sağlıq. Mən dedim.